Hello, ben Roza, kanalıma videoma hoş geldiniz. Bəli, bugün neyini? Bugün sizlerle birlikte seyahat vlogu çəkirəm. Bəs hara gedirəm? Göz müayinəm üçün Türkiyəyə gedirəm və bunu vloglama qərar aldım. Ümid edirəm ki, orada da vlog çəkə bilərəm, çəkəməyə bilərəm, elə bir ehtimal var. Neyse, hazırsınızsa videoya geçək. Bəli, birinci başlayacağım, üzümü nəmləndirəcəm ki, əynimi geyinmək kimi o da biraz canlı çəksin. Şimdi başlayaq nəmləndiriciden. Saçlarımı birinci iliştirim bura. Şöyləciyinə. Buramı çırmışam, qaşını çırmışam, birazcık yaradı ora. İncidir. Güneş kremi. Birazdan çıkartıp biraz tələsirəm ona görə. Göz etrafı krem. Bu canlı çəksin. Şimdi mən əynimi geyinməyə başlayım. Qara şalvar. Belə bir boğazlı krom. İki dənə hörüyə eləyəcəm. Halamgile. Oradan sonra saat 1'de gelecek. Böyle bir konu. Taksi 5'te geliyor. Evet. Yaş. Yerim ben bunu. Oh. Geldik halamgile. Oh. Buradan gideceğiz. Ve ben de bunu yiyeceğim gidene kimi. Karşımızda açma. Karşımızda Umut Bey. Ah, yiyeceğim bunu. Mavi kız, mavi gözlerine bakın, mavisi benim gözlerim mavi. Ama meliyim seni. Senin o pörtler gözlerini yesin bacı seni. Bacı seni ama melesin. Ayrasın. Ama yine var. Oya bak. İndi hələ ki buradayıq. Saat artıq biraz da çıxacaq havalanına gedəcəyik. Bura havalanına yaxındır deyə gəldik buradan gedəcəyik. Saat 5'te uçuşdu. Belə. Proşkamı ters takmışam. Neyse. Böyle birazdan da yemek yiyeceğim.
kartofun pişmesine hele var. Onun için sayısını dedim. İştahını yatıştır. Soğukalarını da vurmamışım ne günde. Birazdan vurarım. Düz takmaya geçti. Takıldım ben. Aha, indi oldu. Bilirmiş. Neyse. Kuşumdan yemeği çözdüm. Senin gözlerini yiyeyim ben gözlerini. Maviş maviş. Bir de bakayım. Bəli, yemək gözləyirik. Nənə pişmədi. Bəli. Yemək hazır və yemək. Saat hal-hazırda 12'dir və birdə falan çıxacaq. 12 deyil də, yəni 12'yə daha 20 dəqiqə falan. Və saçım dağılıbdır. Halamcıdaydı hal-hazırda. Biraz uğuru falan oynatdım. Dağılıb saçım. Orada xalam oldu bu arada. Ona görə açıb tezdən yığdım. Xoşuma gəlməmişdi, yığdım. Ay Allah. Açıq mı bıraxsam? Şuna bax. Neyse. Bunu tezdən örəcəm. Yüzümdə biraz kremləyəcəm tezdən. Şimdi bu tarafı. İngilizce kremler atacağım. Sıkandı da biraz biraz güneş kremi atacağım. Cetmeçimi atacağım. Tepkisini az bırakacağım ama. Bizim krem kremi bir
Qabağını indi. Burun gəlin. Belə oldu. Yeməkdə olduğu kadar olmadığı kadar. Önceden yemek yiyeyim. Ve makyaj evinde bir de çekeceğim. Bir de çıxanda. Bəli, burada oje yavaş-yavaş hazırlaşmağa, makyajımı eləməyə başladım. Yemək yedikdən sonra etdim ki, makyajımı pammadan falan bozulmasın. Belə bir dodaq qələmi çəkməklə başlayıram. Keşikçi çərçəvələyirəm dodağımı. Nəsə ucu qırıldı dodağıma yapışdı. Üstündən glossla keçirəm. Parıldadı. Burada biraz əyri düşmüşdü. Onu sonradan düzəltdim. Çəkmək yadımdan çıxdı. Zaten tələsik çıxdıqdı ya, o qədər yaxşı çəkəmədim. Belə oldu dodağımda. Qəşəng oldu. Allıqla keçirəm burada. Allıq nəsə bu dəfə biraz zor yayıldı. 2 saat onunla əlləşdim amma oldu. Gözəl fırçamla yaymağa başlayıram. Üzüm çox qəşəng parıldayır burada. Amma samolyota gedəndə bu parıltıdan əsər əlamət qalmadı. Yəni üzüm qupquruydu samolyotdaykən. Neyse belə yaymağa devam ki. Yaydıqdan sonra isə askimi taxıram. Mən hazır. Birazdan çıxacağım. Make-up belə oldu. Belə də bir kombin. Ağır dəmbəyə sumka götürəcəm. Geldik. Hal-hazırda aeroport gözləyirik. 2:15'e yaxınlaşacağıq və hansı tərəfə gedəcəyimizi deyəcəklər bizə. Gözləmədəyik, yəni belə saat 5'də uçuşumuz. Gözləyirik. Hal-hazırda saat 2'ye qalıb. Geldik. Şimdi samolyota binməyə gözləyirik. Yazır biletdə. 4 uçuş neçədədir? Bilmiş saat. Burada isə qapıların açılmasını gözləyirik. Yəni çox gözlədik. Hələ qalxıb ayaqda da dedilər ki, gəlin gözləyin. Çox gözlədik samolyotun qapısının açılmasını. Biraz gec açıldı, amma axır ki açıldı və mindik. Burada özümə baxıram. Samolyotda telefon qoymaq üçün, yəni belə telefonunu qoyub baxmaq üçün yer vardı. O çox xoşuma gəldi, amma planşeti yox idi. Heyif. Neyse belə burada mama samolyotun boz rəngli olduğunu deyirəm. İlk dəfə boz rəngli bir samolyot görürəm. Yəni mənzərə çox qəşəngdir. Yatmışdım əslində, yatmayacaqdım. Qalxanda belə bir mənzərə ilə qarşılaşdım. Hardasa burada saat 7 falan olardı. Yəni çox qəşəng bir mənzərə, mülk. Sonra samolyotdan düşdük. Belə bir pasport yoxlanılacaqdı. Onun üçün növbəyə girdik. Yəni həqiqətən də çox növbə var idi. Dəhşət çox. Belə quyruq vardı. Çəkəmədim burada hamısını, amma növbə çox idi. Zoko, Iko. Biri gelip biri gelir. Birini karşılayacağım, birini yola sal. Yerəm sizi ben. Kimin belə gözəl balaları var? Heç kim. Heç kimin. Heç kimin. Dünya üzrə bir rekord kıran insanlar. Elə Rozi. Bəli. Can. Hepsi sizin çekiniz. Sen her zaman beni çek. Küplerim ne güzel olmuş. Tam bir. Biz Buraya. iki aşık. İki divane. Hayriye Taşkaya değil mi? Sonra Ondan sonra Kabin bagajı olur. işte Kabin karşımızda. bagajı küçük olur. Roro Elo. buraya. Marka kurutum sizden de. Bizi havaalanında Elci xala qarşıladı. Oradan çıxdıqdan sonra isə səhər yeməyinə getdik. Həqiqətən də çox qəşəng bir yer idi. Çox xoşuma gəldi. Yeməkdən qabaq bir stəkandan çay isinmək üçün biraz hava soyuq idi. Ondan sonra isə yeməklərimiz gəldi. Çox dadlı idi.
Bəli, gəldik səhər yeməyi, aeroportdan düşdük, Elçi xala qarşıladı bizi. Zaten əvvəlki videolarda görmüş olarsınız. Kombin fit çək. Birazdan da gedəcək otelə. Çəkəcəm belə. Bəzi yerləri səsləndirəcəm, çünki səs danışamadığım yerlər var idi. Belə. Gəldiyimiz restoranın işıqlandırması biraz zəifdir, ona görə qəribə düşür. Burada isə kafedən çıxdıq və otelə doğru gedirik. Yol üstü Sephora'ya girdik, amma heç nə almadım. Mamla duxlara falan baxdıq. Otelə doğru gedirik hal-hazırda. Burada isə otelə gəldik və otağın kartını alıb doğrudan otağa keçdik. Bəli dostlar, saat hal-hazırda günorta 2 falan olar. Biz otelə demək olar ki 1 saat olar ki gəldik. Elə əynimi dəyişdim, paltarları yerləşdirdik və indi də üzümdəki qalıbsa əgər makyajı çıxardacağım. Qalıb bir qıdıq makyajı çıxardacağım və üzümü kremləyib biraz video izləyərəm bəlkə. Həftə içi gedəcəm müayinəyə, nə vaxt olduğunu hələ dəqiq bilmirəm. Çalışacağım, onda da çəkim. Bugün əlimdən gəldiyincə hər kadrı tutmağa çalışdım. Ümidvaram ki, xoşunuza gəlmişdir. İndi isə özümdə qalan yerim qalan makyajı çıxartacağım. Yumağı əridiyim üçün mən salfetka ilə siləcəm. Sonra da nəmləndirib keçib video istəyəcəm. Dodağımda pomadadan əsər qalmayıb, nəysə. Zaten birisi pomadayla rümiyan allıqdım. Pomadayla allıqdım, üçün onlar da qalmayıb. Üzümün içini silib, sonra da kremliyim. Nəmləndirirəm. Maraqlı bir gün oldu məncə. Xoşum gəldi yəni. Samolyotda yatdığım üçün çox çəkənmədim. Çalışdığım qədər çəkim. Hətta uçduğunu belə görmədim. Yəni samolyotun havada olduğunu belə qalxdım bir ara. Gördüm ki, havada ayaq çəkdim biraz. Sonra yatdım təzədən. Normalda samolyota yatdan bitdi deyiləm. Amma nəsə bir dəfə yatdım. Yaxşı oldu əslində, çünki havalanla qayıtdıqdan sonra Elçi xala ilə kahvaltıya getdik. O kadrlarda qoyacağım zaten. Qoymuşamdır hətta. Kahvaltıya getdik. Orada belə zombi kimi gəzməkdənsə enerjik gəzdim də yəni. Belə, ay iynəmi də taxım. Bəli dostlar, deyirəm videoyu burada sonlandıraq. Çünki yorğunam. Dəhşət yorğunam. Demək olar ki, gecəni yatmamışam. Və sadəcə samolyotda 2-3 saat yatdığımda biraz yorğunam, uzanacağım, belim ağrıyır biraz. Belə çalışacağım müayinə vloqunda çəkim. Əgər videomu bəyəndiysəniz bəyənməyi, rəy yazmağı və məni takip etməyi unutmayın. Bye bye.